Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olsa ki, belə bir psixoloji xəstəlik, psixoloqistik insanlar, adətən bu da kimlərdə belə deyək, daha çox özünü qabarıq şəkildə göstərir. Bəzən bilənlər də var, bilməyənlər də var ki, bu tipli xəstəliyi olan şəxslərin adətən qarşı tərəfə zillənə baxmaq kimi fazalar yaranır. Məsələn, metro olsun, ictimai bir məkan olsun, hər hansı bir növ gedilən yol olsun, anidən zillənib baxmaq. Bu da bilirsiz nədən qaynaqlanır? Bəzən əksəriyyət düşünür birini birinə bənzətmək. Xeyr, deyim sizə səhv fikirdir. Birini birinə bənzətməkdən söhbət gedənməz burada. Sadəcə olaraq o insana baxmır o. Sadəcə getdiyi yolda bir beynində travmatik yaxud tragedik olan yaşadığı həmin hadisəni beynində düşündüyü təqdirdə göz uzağa zillənir və qarşı tərəfə sanki baxmaq kimi ifadə sərgilənir. Və bu tipli hadisələr adətən çox şiddətli şəkildə travma almış insanlarda daha çox qabarıq şəkildə olur. Daimi olaraq bizdən oturub evin içərisində heç oradakı ətrafda başqa bir kimsə şəxs də yoxdur bundan başqa. Uzağa zilləmək, bir məsəl var, yer uzaqlara dalıb getmək. Və nəticə etibarilə də bu tipli insanlar biraz beyinlərini toplamaqda çox, hətta daha çox çətinlik çəkirlər. Çalışın bu tipli travma əgər yaşamısınızsa, belə hallar varsa, bunu həll etməyin ən yaxşı yolu həmin travmandan gedib, əgər bu travma sənin yaşadığın şey hal-hazırda yaşadığın dövrdə həyatda mövcudsa, gedib ondan üzləşməlisən. Yoxsa sən pis olacaqsan. Artıq son qoymağın vaxtı bəzi şeylərə. Bu qədər. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsinə məlumat verə bilərlər. Sualları olduğu təqdirdə yaxud seansların vaxtını soruşmaq üçün şəxsi mesaj bölməsinə əlaqə saxlamaq mütləqdir.